Salam uşaqlar. Demək, bu gün sizlə modal verb haqqında danışacağıq. Modal verb olduqca çox sadə bir mövzudur. Bəzi bir neçə çətinlik hissəsi var. Onu da öyrənəndən sonra heç çətinliyi yoxdur. Birincisi yadımızda saxlayırıq ki, modal verblər dərsində əsas məsələ nədir? Hansılar to ilə işlənir, hansılar to-suz işlənir. Yəni testi də işləyəndə mütləq şəkildə baxırsınız ki, cümlədə nöqtələrdən sonra to var, yoxsa yoxdur. Məsələn, nöqtələrdən sonra to varsa, avtomatik olaraq siz çıxacaqsınız variantları. Məsələn, need-dən sonra to gəlməz. Ona görə Y variantı çıxır. Gələcək zamanda will able to yox, uşaqlar will be able to olmalıdır. Sonra B variantında nə olsun ki, inkardır. Amma o da won't be able to formasında verilməli idi. Və bir də demişik ki, have to, has to, had to eşq yaşayırdılar. Onların ortasına heç kəs girə bilməzdi deyə düzgün cavabımız C variantı qalır. İkinci sualda baxıram ki, nöqtələrdən sonra to yoxdur. Have-dən sonra mütləq to, ought-dan sonra to gəlməlidir. Have to, has to, had to demişdik ki, eşq yaşayırlar. Onların ortasına heç kəs girə bilməz deyə A variantı doğru cavabdır. Üçüncü sualda yenə to-m yoxdur mənim. Amma mən bilirəm ki, have-dən sonra to gəlməlidir, ought-dan sonra to gəlməlidir, have-dən sonra to gəlməlidir deyə avtomatik olaraq düzgün cavabım 2, 4, B variantı qalır. Dördüncü sualda yenə to yoxdur cümlədə və sadə feil verilib. Ought-dan sonra to işlənməlidir, ought-dan sonra to işlənməlidir. Have to, has to bunların arasına heç nə girə bilməz demişik. Qalıram aynə və Y arasında. Artıq burada biri təsdiq edir, biri inkar edir. Mən tərcüməni başa düşməliyəm. Deyir ki, hər kəsin should have the same educational opportunity. Hər kəsin sizcə eyni təhsil şansları olmalıdır yoxsa olmamalıdır? Əlbəttə ki, olmalıdır. Gərək ki, olsun. Çünki mənim yaşadığım yerdə məktəb olub, rayon yerində məktəb olmasa çox, yəni eyni təhsil imkanlarını ikimizə də demək ki, sağlamır da dövlət. A var, 5-ə baxıram. 5-də yenə to yoxdur məndə. Ought-dan sonra to işlənməlidir. BC çıxır. Need-dən sonra to gələ bilməz deyə Y variantı çıxır. Have to, has to, had to demişdik. Eşq yaşayırlar deyə onların ortasına heç bir not falan girə bilməz. Düzgün cavabım A variantı qalır. 6-cı sualda baxıram ki, ought-dan sonra to işlənməlidir. Uşaqlar ought-dan sonra to işlənməlidir. Have to, has to-nun ortasına heç nə girə bilməz və A, D arasına qaldım. Demək ki, nə eləmək lazımdır? Tərcümə eləmək lazımdır ki, düzgün variantı seçəyim. I would like to change my job. Mən işimi dəyişmək istəyərdim. But can't find anything better. Anything-in olmağı artıq bizə deyir ki, bu cümlə inkar cümlə olacaq və deyir ki, mən də işimi dəyişmək istəyirəm, amma nəsə bir yaxşı bir şey tapa bilmirəm. 7-ci sualda baxıram nöqtələrdən sonra to yoxdur. Need-dən sonra to gələ bilməz. Hadn't to, haven't to, hasn't to bunlar eşq yaşayırdılar. Olmaz onların arasına. Ought-dan sonra to, haven't has'ın ortasına heç nə girə bilməz deyə B variantı doğru cavabdır. Ümumiyyətlə biz demişik have to do, has to do, had to do. Bunlar ayrılmaz ikililərdirlər. Onları ayırıb ortalarına inkar vermək qətiyyən olmaz. 8-ci sualda yəni nöqtələrdən sonraya baxıram ki, to yoxdur. Ought-dan sonra to, ought-dan sonra to gəlməlidir. Bunların ortasına heç bir şey girə bilməz. İndi B variantına baxıram, inkar edir. C variantı təsdiq edir. Demək, yenə tərcüməni bilməliyəm də. Deyir ki, sən deyir sürməyə dayandırmalısan, yoxsa dayandırmamalısan trafik işığı qırmızı olanda. Biz də bilirik ki, trafik işığı qırmızıdırsa dayandırmalıyıq əlbəttə ki. C variantı doğru cavabdır. 9-cu sualda isə deyir ki, sən, gəlin baxaq. Will able to deyə bir şey yoxdur. Uşaqlar will be able to olmalıdır bu arada. Have-dən sonra mütləq to gəlməlidir. Ought-dan sonra to gəlməlidir. Haven't to, hasn't to ortasına heç bir şey girə bilməz. Y variantıdır. Deyir ki, sən aptekdən statistika ala bilmərsən, yəni. Keçəm 10-cu sualıma. Baxıram ki, ought-dan sonra to gəlməlidir, amma məndə nöqtələrdən sonra respect, hörmət eləmək sözü, yəni to-suz işlənib. Ought-dan sonra to, able-dan sonra to, haven't, has'ın ortasına heç bir şey girə bilməz deyə A variantı doğru cavabdır. 11-də yenə to yoxdur. Ought-dan sonra to, able-dan sonra to, ought-dan sonra to, haven't, has'ın ortasına heç bir şey girə bilməz deyə B variantı doğru cavabdır. 12-ci sualda baxıram ki, 12-də can-dan sonra to gələ bilməz, able-dan sonra to gəlməlidir. Has'ın yanında mütləq to işlənməlidir. Qaldım A ilə Y-nin arasında. Hər ikisi də təsdiqi bildirirsə, artıq onda tərcüməyə baxmağa ehtiyac yoxdur. Sadəcə baxırsınız ki, campus sözü təkdədir uşaqlar. Orada have to olar, yoxsa has to olmalıydı. Biz bilirik ki, mübtədəmiz təkdə olanda xəbərimiz avtomatik təkdə olmalıdır. Ona görə have to yox, has to olsaydı o variantı götürə bilərdim. Onun düzgün cavabım Y variantı olacaq. 13-cü sualda help. Yenə to'su yoxdur. Have-dən sonra to gəlməlidir, could-dan sonra to gələ bilməz, ought-dan sonra to gəlməlidir, had-dən sonra to gəlməliydi. B variantı doğru cavabdır. 14-cü sualda baxıram yenə to-m yoxdur. Have-dən sonra to, able-dan sonra to gəlməlidir, could-dan sonra to gələ bilməz. Hadn't falan bunlar
Ümumiyyətlə ola bilməz birincisi. İkincisi də gördünüz ki, have, has, had. Modal verb testini baxan kimi tanımaq olur. Çünki variantlardan görürsən də artıq onlarda da modal verb varsa, siz də bilməlisiniz ki, bu have-dir, has-dir, had-dir. Bunlar mütləq to ilə işlənirlər modal verb dərslərində. 15-ci sualda yenə to-um yoxdur. Able-dan sonra to gəlməlidir. Haven't ola bilməz. Ought-dan sonra to gəlməlidir. Able-dan sonra to gəlməlidir deyə B variantı doğru cavabdır. 16-cı sualda yenə görürəm swim. Üzməkdir, to-suz işlərim. Could-dan sonra to gəl. Could bilirsiniz də uşaqlar, kənin keçmiş zamanı could-dur. Kəndən sonra to gələ bilmirsə, onda could-dan sonra niyə to gəlsin ki? Able-dan sonra mütləq to işlənməlidir. Able-dan sonra to işlənməlidir. Have-dan sonra to işlənməlidir deyə Y variantı doğru cavabdır. Niyə görə? Çünki bu cümlənin birinci tərəf keçmişlərsə, avtomatik ikinci tərəfə də can yox, kənin keçmiş zamanı olan could-u verməlisiniz. 17-ci sualda yenə nöqtələrdən sonra to yoxdur. To yoxdursa, able-dan sonra to işlənməlidir. Have-dən, has-dən, haven't bunlar ola bilməz. C variantı doğru cavabdır. 18-də yenə to var məndə. To varsa bilirik ki, can'dir, must'dır, may'dir, should'dur, need'dir. Bunlar to ilə işlənə bilmir. To ilə işlənən ancaq have to, has to, had to be able to, ought to olmalıdır. 19-cu sualda yenə to yoxdur məndə. Have-dan sonra to işlənməlidir. Able-dan sonra to, hadn't to ola bilməz. C ilə D-nin arasında qaldım. İndi mən də bilirəm ki, you-da has to ola bilməz. Axı you-da həmişə have işlənməlidir. Amma he-də, she-də, it-də has işlənməlidir. Ona görə düzgün cavabım D variantıdır. 20-də sportsman sözü cəmdədir. Bu nəsə gözüm sataşdı. Nöqtələrdən sonra to varsa uşaqlar, can'dən sonra to gələ bilməz, should-dan sonra to gələ bilməz. Will able to yox, will be able to olmalıydı. Haven't to, hasn't to, hadn't to da ola bilməz qətiyyən. Onlar aşk yaşayırlar, onların arasında heç bir şey girə bilməzdi. Ona görə D variantı doğru cavabdır. 21-ci sualda believe my eyes. Believe-in qabağında to yoxdur bu arada. Have-dən sonra to gəlməlidir. Must-dan sonra to gələ bilməz. Haven't to, hasn't to, hadn't to qətiyyən ola bilməz deyə A variantı doğru cavabdır. 22-ci suala baxıram. Get up. Get up yuxudan durmaq deməkdir. Demək, baxıram ki, must-dan sonra to, can-dən sonra to, am able to olmalıydı. Haven't to, hasn't to qətiyyən işlənə bilməz deyə B variantı doğru cavabdır. 23-dədir ki, he has missed the morning train. Mən tərcümə eləmirəm hələ ki modal verbdə. Bunu əsasən də o tənbəl tələbələrim var. Heç bir söz əzbərləməyə can verən, canlar çıxan. Onlar üçün hələ ki belə izah edirəm, amma birazdan tərcümə edə bilərəm. Uşaq göydə tapır da, yəni bunların cavablarını. Nöqtələrdən sonra to yoxdur deyə uşaqlar, mən bilirəm həzdən sonra to gəlməlidir. Must-dan sonra to gələ bilməz. Will be able to olmalıydı. Haven't to, hasn't to, hadn't to qətiyyən inkar qəbul olunmurdu deyə will have to olar. 24-cü sualda baxaram ki, TED. Baxaram nöqtələrdən sonra to yoxdur. Able to ilə işlənir, able, ought da to ilə işlənir. Hadn't to ola bilməz. O mütləq, ümumiyyətlə have to, has to, had to özləri inkar edə bilmirlər. Onların inkarı do, does, did ilə düzəlir. 25-də baxıram ki, yenə nöqtələrdən sonra to-um yoxdur. Able to ilə işlənir, haven't to, hasn't to, able to ilə işlənir. Qalıram C ilə Y arasında. Demək, tərcümə eləmək lazımdır. Deyir, xəbər o qədər qəribə idi ki, biz inana bildik, yoxsa inana bilmədik. Yəni, qəribədirsə, demək, onda inana bilməyiblər ki, bunlar. Biz indi onu işləyirik. 26-cı sualda isə deyir ki, bizə yenə nöqtələrdən sonra to'su yoxdur bunun. Have-dən sonra to, has-dən sonra to, haven't to, hasn't to ola bilməz. Able-dan sonra to işlənməlidir deyə A variantı doğru cavabdır. 27-də yenə to yoxdur. Haven't ola bilməz ümumiyyətlə. Ought-dan sonra to, will be able to olmalıydı. Have-dən sonra to işlənməlidir deyə A variantı doğru cavabdır. 28-də have-dən sonra to işlənməlidir. Haven't to ola bilməz. Should-dan sonra to işlənə bilməz. Able-dan sonra to işlənməlidir deyə C variantı doğru cavabdır. 29-da nöqtələrdən sonra to yoxdur. Adi feil gəlib. Haven't to ola bilməz. İnkarı üçün gözlərə verə bilmirlər. Onların arasında işə girmir. Have-dən sonra mütləq to işlənməlidir ki, D variantı doğru cavab olsun. Qaldım B, C, Y arasında. Belə olanda uşaqlar 2 təsdiq varsa, bir inkar varsa, addan o bir inkarı götürün. Deyir ki, mən indi o qədər məşğulam ki, I can't phone Jane. Mən Jane-ə zəng eləyə bilmərəm. 30-da isədir ki, nöqtələrdən sonra to yoxdur. Was able to işlənməlidir. Haven't to, hasn't to, hadn't to. Bunlar inkar eləyə bilmirlər. Able-dan sonra to işlənməlidir deyə A variantı doğru cavabdır. 31-də hadn't to ola bilməz. Bu çıxdı. Able-dan sonra to işlənməlidir. Ought-dan sonra to işlənməlidir. Have-dan sonra to işlənməlidir deyə B variantı doğru cavabdır. 32-də baxıram ki, is able to olmalıdır. Wasn't able to olmalıdır. Haven't to, hasn't to olmaz qətiyyən inkar vermək. May'dən sonra inkar to gələ bilməz deyə A variantı doğru cavabdır. Deyir ki, Mary has to make a decision by herself. May özü qərar verməlidir. Ümumiyyətlə, must-da bilirsiniz də, bərabər olan have to do, has to do, had to do. Yəni, bunlar eyni tiplərdirlər. Bunu izah eləyəndə demişik onsuz. Mazə, ought-dan sonra to gəlməlidir. Baxmıram ümumiyyətlə A variantına. Will be able to olmalıdır. To-su yoxdur axı burada. Ona görə haradasa B variantı ola bilər. Gəlin o birisi variantlarda səhv çıxardaq ki, ürəyimiz arxayın olsun. Able-dan sonra to gəlməlidir. Have-dan sonra to gəlməlidir.
34-cü suala baxıram. 34-cü sualda mustdan sonra to olmaz. Haven't to, hasn't to ortasına heç bir şey girə bilməz. Have'dan sonra mütləq to gəlməlidir. Have'dan sonra mütləq to gəlməlidir. Y variantı doğru cavabdır. 35-də yenə nöqtələrdən sonra to yoxdur. Have'dan sonra to işlənməlidir. Have'dan sonra to işlənməlidir. Mustdan sonra to işlənə bilməz. Haven't to, hasn't to, hadn't to özləri inkar verə bilmirlər. Ona aşk yaşayırlar, əllə tutublar. Onların ortasına içinə girə bilməz. 36-cı sualda yenə to yoxdur uşaqlar. Ought-dan sonra to gəlməli idi. Baxıram ki, will be able to olmalı idi. Have to olmalı idi. Dedik ki, have to, has to, had to. Bunlar aşk yaşayırlar deyə onların ortasına heç bir şey girə bilməz deyə D variantı doğru cavabdır. 37-ci sualda yenə baxıram. Nöqtələrdən sonra to yoxdur. Demək, ought-dan sonra to gəlməli idi, çıxdı. Wasn't able to olmalı idi, çıxdı. Sonra Y variantı qaldı. Will be able to olmalı idi. B'si yoxdur. Have to, has to, had to. Bunların ortasının içinə girə bilməz. Y variantı doğru cavabdır. 38-ci sualda give fail tək gəlib. Able'dan sonra to işlənməlidir. Ought-dan sonra to işlənməlidir. Qaldım 1-3-4 arasında belə baxıram, belə variant yoxdursa, demək nəsə burada bir tərcüməyə əsaslanan bir şey var. Belə olduğu halda da 2 dənə təsdiq var bu arada, bir dənə inkar var. Yəni ki, o 2 təsdiqi götürəcəm. Çünki o 2 dənə təsdiq düzgün cavabdır. Deyir ki, uşaq susuzdur, sən ona gərək biraz su verin, verməyim. Əlbəttə ki, verim də, yezid deyiləm ki, Y variantı doğru cavabdır. 39-da to yoxdur uşaqlar. Demək, ought-dan sonra to gəlməlidir. Hasn't to qətiyyən ola bilməz. Didn't have to, mustn't, must. Hamısı əla olur. İndi baxıram, görüm nə problemi var görəsən buranın. Deyir ki, Tom yəni diqqətli deyil də, kifayət qədər diqqətli deyil. O sürərkən daha diqqətli olmalıdır, yoxsa olmamalıdır? Əlbəttə ki, diqqətli olmalıdır, niyə olmasın? 40-cı sualda strike vurmaq, atış eləmək deməkdir bu arada. Baxıram ki, to yoxdur da qabağında. Ought-dan sonra to gəlməlidir. Qalan hamısı. Baxıram təsdiq, təsdiq, təsdiq. Bir dənə inkar varsa, əlbəttə ki, bir dənə inkar götürəcəm. Deyir ki, əgər otaq qazla doldursa, onda kibriti yaxmamalıyıq. Yəni inkar bildirir. 41-ci sualda deyir ki, yağış yağacaq da. Sən gərək gülləri sulayasan, sulamalısan. Yoxsa sulamamalısan. İnşallah yağış yağırsa mən nəyəm, axmaqsızam, gedim gülləri sulayım. Ona görə məncə sulamamalıyıq. Ought-dan sonra to gəlməliydi, bu çıxdı. Sonra baxıram ki, təsdiq, təsdiq, təsdiq. Bir inkar varsa, əlbəttə ki, o inkarı götürəcəm. 42-ci sualda work, to-su yoxdur. Able to ilə işlənir. Haven't to ümumiyyətlə ola bilməz. Qalıram B-yi. D arasında 2 inkar var. Bir təsdiq varsa, yəni ki, o bir təsdiq olacaq cavabım. Deyir ki, sən imtahanı keçmək üçün çox çalışmalısan, o çox çətindir. 43-cü sualda baxıram ki, yenə feilimdə to-su yoxdur. Have-dan sonra to gəlməli idi. Baxıram təsdiq, təsdiq, təsdiq. Bir inkarım varsa, yəni ki, o bir inkarı götürəcəm. Xalqın kifayət qədər yemək var, sən marketə getməyə ehtiyac yoxdur. Burada artıq to var. Should-dan sonra, need-dən sonra to gələ bilməz. Haven't to, hasn't to ola bilməz. C ilə D-nin arasında qaldım. İkisi də ola bilər. Demək, tərcüməyə baxmalıyam da. O bilirdi ki, o yanlışdır və o üzr istəməli idi də. Had to apologize. Üzr istəməli idi. Çünki bilirsə ki, yanlışdır, üzr istəməlidir. Üzr istəməməlidir. Niyə deyim ki? 45-də to var yenə. Should-dan sonra to gəlməz. Hasn't to, hadn't to bunlar ola bilmir. Ought to, oughtn't to, doesn't have to. Okay. Buraya indir çox kobuddur. O daha nəzakətli olmalıdır, bəli. Amma C ilə Y variantıdır ki, olmamalıdır. Niyə ki? Daha nəzakətli olsun da. 46-cı sualda isə deyir ki, don't wake him up now. İndi onu uyandırma. He-də mən bilirəm ki, haven't to, hasn't to ümumiyyətlə olmur. Ought-dan sonra da to gəlməli idi. 2 inkar bir təsdiq varsa, əlbəttə ki, bir təsdiq götürəcəm ki, onu indi uyandırma. He should have enough sleep. O gərək kifayət qədər yuxu yatsın da. 47-ci suala baxıram. 47-ci sualda ought-dan sonra hamısı uyğun gəlir. Əla, bombastik testi. Bir dənə inkar var, bir dənə inkarı götürürəm. Deyir ki, o səni çox yaxşı eşidə bilər. Ona görə qışqırmada aşağı səslə danış. 48-ci sualda to-su yoxdur uşaqlar. Mən də baxıram ki, hamısı yenə uyğun gələ bilir. Bir inkar var, oraya bir dənə inkarı götürürəm. Belə olduğu halda siz must-da, should-da, may-də eyni məna verir. Məsələn, must deyir ki, he must ask, o soruşmalıdır. He may ask, o soruşa bilər. C variantında o gərək soruşsun. He should ask, o gərək soruşsun. Eyni məna verir. Demək ki, o bir inkarı götürəcəksiniz də. Deyir ki, John bunu özü eləyə bilər. Dostundan köməyi çox xahiş etməməlidir. Gərək ehtiyac yoxdur etsin. 49-cu sualda preserve qorumaq deməkdir. Biz gərək adət ənənələrimizi qoruyaq uşaqlar. Demək, baxıram ki, 2-də, 4-də qorumalıyıq deyir, bir də 1-də qorumalıyıq deyir. 3 ümumiyyətlə inkarı bildirir, ought-dan sonra da to gəlməlidir deyir, 5-də yanlışdır. Demək, cavabım qalacaq 1, 2, 4, yəni D variantı. 50-ci suala baxıram.
Haven't ola bilməz. Ought-dan sonra to gəlməlidir. Cavab qalır 2, 3, 5 D variantı. Hələ birinci sualda baxıram ki, heç bir yanlış bir şey görmürəm. Onu demək tərcüməyə baxmaq lazımdır. Qışqırma. Qışqırma deyir. You sən sakit durmalısan da, əlbəttə ki, niyə sakit durmamalısan? Yəni dəxilsiz bir cümlədir. İkinci sualda deyir ki, vaxtı israf eləmə də. You deyir ki, deyir, faydalı şeylərə vaxtı istifadə etməlisən, yoxsa etməməlisən? Əlbəttə ki, vaxtı faydalı şeylərə istifadə etməlisən. C variantı. Əlbəttə deyir ki, sən çox sürətli sürürsən. Sürəti azaltmalısan, yoxsa azaltmamalısan? Sürəti azaltmalısan. 1, 2, 5-də deyir ki, azaltmalısan, amma 3 ilə 4-də deyir azaltmamalısan. D variantı doğru cavabdır. Demək, 54-cü sualda isə deyir ki, icazə verilmir bu dar küçədə park eləməyə. Sən gərək başqa yer tapmalısan da. Sən başqa bir tapmalısan. Amma burada deyir tapmamalısan. Axı park eləməyə icazə verilmir. Ona görə 1, 3, 5 doğrudur. 55-də deyir ki, kredi kartlarının əsas avantajı odur ki, sən deyir carry cash on. Sən nəqd pul üstündə daşınmamalısan da. Yəni ehtiyac yoxdur. Sənin kredi kartın varsa niyə daşıyasan ki? Haven't ola bilməz. Ought da təsdiqi bildirir deyə 1, 2 qalır uşaqlar. B variantı doğru cavabdır. Ümumiyyətlə model verb baxaq görək neçə testdən ibarətdir. Məncə çox olacaq bunun testi. İnşallah ki, bunu yarı-yarı izah eləyərik, bitirməyə çalışarıq. Bunun ümumiyyətlə testinin sayı 212-dir. Bugün isə bunun 55 dənə testinə baxdıq. İnşallah o birisi videolarda da daha çox izah eləyərəm. Ümid edirəm ki, videonun model verbin nə olduğunu başa düşdünüz. Yəni çox sadə bir dərsdir. Sadəcə biraz qayda öyrənmək sizdən tələb eləyəcək.